Gəlin baxaq 50-ci məzmurda görək Davud vasitəsilə Allah bizə hansı sözləri deyir. Deyir, bir oğru görəndə ona qoşulursan. Zinakarlara yoldaş olursan. Ağzını şər üçün açırsan. Dilini fırıldaq üçün işə salırsan. Oturub qardaşlarından gileylənirsən. Ananın oğullarından qeybət eləyirsən. Sən belə edəndə mən dinməmişəm. Məgər məni özün kimi sanmısan? İndi isə səni tənbih edəcəyəm və əməllərini gözünün önünə düzəcəyəm. Rəbb deyir ki, oğru görəndə oğru olursan, zinakar görəndə zinakara qoşulursan, qeybət eləyirsən, ağzını şər üçün açırsan. Bax, məyər elə bilirsən ki, mən də sənin kimiyəm? Sən məni öz yoluna dəvət eləyə bilmərsən. Allah bizi yaradıb ki, biz onun istədiyi kimi yaşayaq. Bu şeylərdən uzaq olaq.